İmam Əli əleyhissalam vəzifəyə gələndə, hətta ona gəlib deyirdilər ki, Təlhə və Zübeyrin arasında Bəsrə və Kufə hakimiyyətini böl. Biraz bəzi səhabələri yanıva çağır, biraz onları sığalla, xoş sözlü və ya keçmişdəki sabiqəsindəki əməllərinə görə onlara müəyyən güzəştlər elə, öz hakimiyyəti apar. Yaxud deyirdilər ki, sən hələ güc yığmamışdan Muaviyyəni hakimiyyətdən əzl edib kənarlaşdırırsan. Sən Muaviyyəni indi hələ güclənməmiş şəkildə hakimiyyətdən uzaqlaşdırırsan, bu sənin öz əleyhivə işləyəcək. Amma nəql edirlər ki, İmam Əli deyirdi ki, yaxşı, bugün mən bunlara göz yumsam və daha sonra ölsəm, Allah canımı alsaq, məni qəbz-i ruh etsə, mən Allah dərgahında bunların nə cavabını verəcəm? Yəni biz görürük ki, ənənəvi siyasi oyunlarla, siyasi metodlarla Həzrət Əli əleyhissalam bu məsələni həll etməyib. Biz Ənam surəsinin 82-ci ayəsində oxuyuruq. Əl-ləzīnə əmənu, o kəslər ki, iman gətirdilər. Və ləm yəlbisu imanəhum bi-zulmin, yəni təkcə iman gətirmək şərt deyil. Deyir, o kəslər ki, iman gətirdilər və öz imanlarına zülm libası giyindirmədilər. Zülm ədalətsizliyidir. Zülm ədalətin antonimidir. Ulaikə ləhumul əmn. Niyə malikdirlər? Onlar üçün əmin-amanlıq var. Və hum muhtədun. Və onlar hidayət tapmış kəslərdir. Həzrət Əli əleyhissalama ən böyük zülmlərdən biri onu Muaviyyə ilə bərabər səviyyədə tutmaq oldu. Əli və Muaviyyə. Nəhcül Bəlağənin 200-cü xütbəsində çox gözəl bir nüans var. Deyir, vallah, İmam Əli əleyhissalam buyurur, and olsun Allaha, mə Muaviyyətu bi ədhə minni. Muaviyyə məndən daha dahi, məndən daha zəkalı, məndən daha bəsirətli, məndən daha yaxşı rəyə sahib birisi deyildi. Niyə bu gün desən, ya Əli? Niyə Kufə sənə tabi olmur? Niyə yanındakılar dağılır? Niyə müsəlmanlar səni böyük bir düşmən kimi görüb sənin üstüvə cumurlar? Niyə səni bir sağmal inək kimi hesab edib səndən kimsə hərə öz istəyinə görə tartışdırmaq istəyir, kimsə vəzifə istəyir, kimsə pul istəyir, kimsə məqam istəyir, kimsə nələrsə istəyir. Niyə? Amma Muaviyyə yığıb iplərdə hamısının. Muaviyyədən neyi var? Qorxurlar. Muaviyyə ilə hesablaşırlar. Muaviyyədən ləhumul əmn var idi. Amanda deyirlər. Biz qayıtdıq dedik, imanlarını zülmə bulaşdırmayan kəslər ayədə də dedik, əminamanlıqları var onların. Sən özünü tamamilə əminamanlıqda hiss edirsən. Muaviyyədə əminamanlıq yoxdur. Daha sonra ikinci sifətləri o idi ki, muhtədun idi. O kəslərdir ki, hidayət tapıblar. İhtinas sırat əl-müstəqim, bizi düz yola yönəlt. İhtina, hidayət et. Burada da deyir, iman gətirib imanlarını zülmə bulaşdırmayanlar, zülm libası giyindirməyənlər Allah deyir, muhtədundur. Yəni düz yola Allah Taala hidayət edib. Və Həzrət Əli əleyhissalam deyir, vəlakinnəhu, Muaviyyə barəsində deyir. Deyir ki, Muaviyyə məndən daha zəkalıdır ki. Sadəcə o, lakinnəhu yağdiru və yəfcuru. Yəni Muaviyyə, lakinnəhu yağdiru, əhdini sındırandır, söz deyib, onu tapdalayandır, çeynəyəndir, vəfasızdır və yəfcuru. Amma daha çox hədis ədəbiyyatında yəfcur sözü kizb, yalançılıq ifadəsi ilə istifadə edilir. Muaviyyə əhdini sındırandır, əmanətdar deyil. Yenə də o ayə ilə düz üst-üstə düşür. Əmanətdarlıq deyil. Sənə bugün bu söz deyib, sabahsı gün sözünü dana bilər. Və ya kizb, yalandır. Sənə bugün belə deyər, sabahsı gün deyər ki, sən özün belə başa düşmüsən. Və ya deyə bilər, bilirsən necə, şərait belə deyişdi. İmam Əlidə vəziyyət belədir ki, İmam Əli əleyhissalam nə sənə yalan danışar, yox, bilirsən, onu o vaxt deyəndə şərait belə idi, indi biraz şərait bir başqa cür oldu. Yox. Və yaxud da İmam Əli heç vaxt sənə əhd verib, o əhdi sındırmaz. Qaydır deyir ki, وَلَوْلَا كَرَاهِيَّةُ الْغَدْرِ لَكُنْتُ مِنْ أَدْهَ النَّاسِ. İmam Əli əleyhissalam deyir. Deyir, əgər vəfasızlıq sözünü bizə çox kobud ifadə ilə deyim, tüpürdüyünü yalamaq və ya insanlara xəyanətlə yanaşmaq, əmanətə xəyanət, hər bir şeydə halalda iyrənc, xoşa gəlməz bir şey olmasaydı, mən insanların ən dahisi olardım. Muaviyyə səni bilməm, mən bilmirəm sən nə etmək istəyirsən. Mən bir bilirəm sən hardan nəyə gəlmək istəyirsən, hardan nəyin başlanğıcını qoysan, sonda nəyə gətirmək istəyirsən. Mən bunları bilirəm. Sadəcə ləula kərahiyyə, bu şey iyrənc, xoşa gəlməz bir şey olmasaydı,
İnsanlar nə deyir? Ağlamayana pəpəş yoxdur. Körpünü keçənə qədər ayya dayıdır. Əşi maşın sürür, obursunu tez bazar verir maşının qabağına ki, zirəkli idi. Zirək ol. Başqasının haqqında tapdalasın, başqasının malını da yesin, hər neynəsin. Ticarətdə mizan balası verir, şirin yalanlar olar da, onsuz ticarət olar. Həzrət Əli deyir ki, kərahiyyətül ğidr. Bunlar hamısı xoşa gəlməz şeydir. Ola bilər insanlar sənə desin, bizdə deyirlər, belə bu qədər də saf olmadı səndə, çox safsan səni. Başa düşmədim. Hələ Allah nə verirsə o saflığa görə verir də. Allah nə verirsə o təmizliyə görə verir də adama. O çirkliyə görə verir. Yəni siz cəmaat məni çirkava dəvət edirsiniz. Mən bunu necə cavab verəcəm? Ona görə Həzrət Əli əleyhissalam deyir, bu şey kərahiyyət olmasaydı, kərahiyyət burada məkruh mənasında deyil ha. Həm də ki, yəni fikri baxımından da məsələ getmir burada. Mən Muaviyyəni, yəni Muaviyyə məni ilə baş edə bilməzdi. Baş edə bilməzdi. Əgər mən onun oyun qaydaları ilə oynasaydım ha, etməsin. Sadəcə olaraq Muaviyyə İslama bir başqa cür yanaşır. Səltənət kimi yanaşır, hakimiyyət kimi yanaşır. Onu maraqlandırmır, sabah hesab var, qiyamət var, nə bilmir, ölüb qaydan var. Kimsə oradan ölüb qaydı. Əşi, bu günləri bu belədir, bu cür. İmam Əli əleyhissalam deyir, pərdələr mənim üçün qaldırılsa, mənim yəqinimin üzərinə heç bir qram da əlavə olunmaz. O bilir hesabın içərisindədir. Və mən bunu qeyd etmək istəyirəm ki, baxın, kişilik məktəbi nətər olur, ya əmir-əl-möminin. Həzrət Əli əleyhissalam yenə də bu Nəhcü Bəlağədə var, qısa kəlamların içərisində. Həzrət Əli əleyhissalam buyurur ki, Əl-İman, gör, iman sözü ayədə də var idi. Mənim o ayəni qeyd etməkdə də məqsədim bu idi ki, Həzrət Əli əleyhissalamın kəlamlarından bu ayəni biz necə tam şərh edə bilirik? Əl-İman, nədir ya əmir-əl-möminin iman? Deyir, Əl-İmanu ən tu'thirə sidqə haythu yadurruk. İman odur ki, tu'sira, isar deyirlər, fədakarlıq, altruizm. İmam deyir ki, iman odur ki, sənə zərər verən bir halda sən doğru danışmağı önə verəsən. Biləcəksən, mən doğru danışsam, bu doğru mənə zərər verəcək ya. Amma sidqdir bu. Düz danışırsan sən, yalan danışmırsan, iman budur. Yəni sən sidqiyyəti, sadiqliyi, daha Allaha sədaqətli, sənin zərərvə də olsa edirsən ki, biz İmam Əlinin hakimiyyətində görürük. Və aləl-kəzibi haythu yənfəuk. Və bu doğruluğu sənə fayda verəcək bir tərzdə yalana tərcih ver, yalandan öndə edəsən. Yəni o yerdə ki, mənə fayda verir yalan, mən ora getmirəm. Bax, Həzrət Əli əleyhissalamın hakimiyyət prinsipi budur. Mənə zərər verəcək yerdə mən doğru danışacağam, zərərimdir, olsun mən doğru danışacağam. Və mənə fayda verəcək yerdə mən yalan danışmayacağam. Doğruluq həmişə mənim üçün yalanın öndə olacaq. İndi sizə and verirəm, sual verirəm. Bu, bizim mütəarif, mütədavil cəmaatın arasında olan siyasətçi, uzaq görən, lə. O hara, bu hara. İndi biz Həzrət Əli əleyhissalamın şəxsiyyətini Muaviyyə kimi analiz etməliyik. Yoxsa Quran ayəsi ki, deyir, onlar əmin-amanlıqda və hidayət içindədirlər.